onları ışığa getirmek, bu hər folklorşünasın taleyinə düşən və alemi taleyinə düşən nəsib olan bir məsələdir. Ona görə də mən düşünürəm ki, Valih müəllim son dərəcə unikal bir, peşəkar bir folklorşünas idi. Həm də onun folklor o kitablarını oxuyanda nəyi çox belə, ona görə deyirəm ki, solcu kitabıdır. Birincisi, o mətinlər, xüsusən də Gürcülər, Ermənilər, Yunanlar arasında, yəni Qafqazda yaşayan Yunanlar arasında Azərbaycan folklorunun yayılması, aşıq sənətin yayılması, xüsusən də məni bir Valih müəllimin kitabında bir nöqtə də fikrimi, diqqətimi çəkir. O da bu xalqların bizim xalq mahnılarımızı yazıya almasıdır. Yəni bu, bilirsinizmi, musiqi xalqın mənəviyyatın ruhunu ifadə edən, hamısı, bütün janrlar ifadə edən, ancaq musiqi xüsusən elə bir janrdır ki, onun xalqın içinin havasıdır da bu, içinin havası, ruhunun havasıdır, onu dillə ya da yazıya almaq da çətindir. Görün, bu ermənilər və gürcülər, Yunanlar, Qafqazda, indi mən Abxazlardan xəbərim yoxdur, o biraz deyəsən uzaqdılar. Onların bizim xalq mahnılarımızı, bayatlarımızı, yəni bizim folklorun üzərindən bizim dilimizi mənimsəmələri, bu yalnız folklorşünaslıq məsələsidir, bu kulturoloji hadisədir. Yəni geniş kulturoloji bir araşdırılma, etnokulturoloji bir hadisədir ki, həm bizim xalqın mənəviyyatının Cənubi Qafqazda dominantlığını göstərir, dilinin dominantlığını göstərir. Yəni biz heç kimə zülm eləmədən folklorun üzərindən, bizim möhtəşəm xalq yaradıcımız üzərindən onu deməli ətraf xalqlara yaya bilirik. Onun araşdırmalarında bir diqqətimi çəkən və istəyərdim ki, elə bir-iki cümlədə o haqda danışam. Valih müəllim Koroğlu dastanının Qafqazda, belə deyər, indiki dəbdə terminlə deyirsə, resepsiyasını, yayılmasını, mənimsənilməsini toxunur və düz deyildir. Hətta bu nəzəri metodoloji cəhətdən də doğru yanaşmadır. Çünki biz öyrəşmişik, bizim araşdırmaların 99%-i Koroğlu gedirik Sibirdən, Altay, nə bilim, Çin, hamısına paralellər aparırıq. Ancaq unuduruq ki, bu Koroğlu, Azərbaycan Koroğlusu, aşıq Koroğlusu Qafqazda bizim aşıqların hesabına yayılıbdır. Deməli, paralelləri də Koroğlu baxan, axtarmaq, o motivlər sistemini bərpa etmək və s. Bu çox düzgün yanaşmadır. Mən deməli bir məsələni də toxunmaq istəyirdim ki, Valih müəllim toplayıcılığını görəndə, yəni o respondentə deyək də, yəni o folklor danışan adamı, folklor mətn danışan adam onun üçün həm də yalnız toplayıcı, respondent deyildir, həm də folklorun personajıydı. Folklorun personajıydı və onun bir şeirini mən incə qeyd elədim burada, son bəndlərini ki, o da hiss olunur ki, məsələn, Gəlmə Göhər adında, əgər səhv eləmirsəm, şeir belədir. Yəni, xalqın içində olan adamların obrazlarını da şeirə, ədəbiyyata gəlib, yəni özdə folklor ruhunda gətirmək. Mən 3-cə bəndini oxusam, əgər icazə versəniz oxuyardım. Gəlmə bayram, gəlmə səfər, gəlmə əsəd, gəlmə göhər, gəlmələr gözdən itdilər uzun yollarda. Günəş batıb, qaş qaralır, illər ötüb, vaxt daralır, fikrin Al-Osmanda qalır, özün yollarda. 70'in dağlar döşündə, 80'in bulaq başında, 90'ın qaya qaşında, 100'ün yollarda. Hətta mən onun bir neçə şeirlərinə də baxdım, gördüm ki, şeirlərin çoxu möhtərizədə yazır şərqi, yəni mahnı, xalq mahnısı. Görünür o aşıqların musiqisini, şeirə mahnı, o şeirlərin də
ritmini də, öz şeirlərinin ritmi də həmən xalq, bizim xalqımızın havaları üzərindədir. Və sonda yadımda qalan bir şey də çox xoşuma gəldi onun kitabında və onu da deyib yekunlaşdırmaq istəyərdim. Bilirsiniz ki, Polonski vaxtilə Bakı xanımın sətir tərcüməsindən Tatar nəğməsi adlı bir mahnı bəstələyir və bunun da mənbəyini axtarırlar ki, bu hansı xalq mahnısıdır ki, Azərbaycanlılardan götürülür. Çox qəribə, yenə deyirəm, fikrimin qalında ki, bizim mahnıları da görün, gəlmələr də hiss olunur və onu həmişə tərcümə eləmək istəyiblər, onu stilizasiya eləmək istəyiblər və Valeh müəllim doğrudan da axtarışları əsasında, o gürcü mənbələri əsasında o mahnının orijinalını tapıb bəlkə üst-üstə, yəni tərcümə ilə qoyanda belə müqayisəli tərcümə, 100% belə deməli üst-üstə düşürdü. Folklor Valeh müəllim mənim nəzərimdə, yenə deyirəm, onun alim kimi portreti də belə sonra xalqını sevən, əslində o alim ola bilməz, folklorşünas ola bilməz. Alim, xalqını sevən, böyük bir alim kimi, böyük bir şəxsiyyət kimi yadında qalıb. Allah ona rəhmət eyləsin. Sağ olun. İndi isə söz Milli Məclisin deputatı Hikmət Bağlıoğlu'na verir. Hörmətli Müzvan müəllim, hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram. Hali ilə gəlmişdir ki, Akademik Valeh Hacıların iştirak edildiyi bir Azərbaycanlıları birinci qurban tədbirlə də iştirak edilmişdir. Doğruda başlı şəklində olmamışdır. Ancaq ondan əvvəl mənim cəlb edən nə idi? Hər bir şəxsiyyət, hər bir ziyan öz dövrünün yetirməsidir və şübhəsiz ki, onun o şirkətlərinin, tədqiqatçı, alim, şəxsiyyət kimliyinin formalaşmasında dövrün hadisələri mühüm rol olur. Kim bilir, bəlkə Valeh Hacılar başqa bir dövrdə yaşasa, başqa bir insan lazım. Ancaq 90-cı illərin əvvəlləri xalqı olaraq bizim tarihimizin çox mürəkkəb bir mərhələsi idi. Qərb Azərbaycanlılar, Borçalılar, digər və s. Azərbaycan özündə baş verən proseslər, Qarabağda baş verən proseslər. Bu istər-istəməz düşünməyi bacaran hər bir Azərbaycanlıyı söz gedirdi ki, bir milli mübarizəyə qoşulsun. Əslində, Valeh Hacıların düşüncələri oradan yaradıldı. Xüsusən böyründə, belə böyür dedikdə, yəni yanında olan bu demək, Qərb Azərbaycanlılar, Borçalılar, əraziyi, orada baş verən faciələr əlbəttə ki, nəticə etibarilə həm Borçalı və ev sahibinə çevirildi. Qərb Azərbaycanlıların bir hissəsi gəlirdi, Borçalı ilə bir yerdə orada qalmaqlarla. Amma eyni zamanda həm də Borçalıların özlərinin öz talihlərindən narahatlıq yaradırdı. Məncə, burada artıq biz Valeh Hacıların folklorşünas kimliyindən daha çox bir onun ziyalı və sosiolog kimliyini axtara bilərik. Əgər əsərlərlə diqqət edilmək məsələlər özünü göstərir. Bir yeni hüquqi kontekstdə, yəni müstəqil Gürcüstan dövləti kontekstində yeni bir Azərbaycanlı, Borçalı Azərbaycanlısı rol modeli yaratmağa çalışır. Həm də hüquqi kontekstdə dediyim kimi, çünki yeni mərhələ, yeni kimliyi zəruridir. Bu, əlbəttə ki, artıq Sovet dövründə Gürcüstanda yaşayan Azərbaycanlı, Borçalı Azərbaycanlısının Borçalı türkündən fərqlənən Borçalı türkü olmalı. Elə bundan ibarət idi. Ona görə də Valeh Hacılar ön plana nəyi qoyur? Dili və şifahi yaddaş, el yaddaşı yazır. Əslində, el yaddaş dedik, o şifahi yaddaşımızdır. Şifahi yaddaş milli kimliyin, tarixi yaddaş milli kimliyin özüdür və dil yoxsa, Valeh Hacılar deyildi ki, millətdə yoxdur. Əlbəttə ki, bu realı fikirdir. Amma yenə də o dövrdə çox aktual görünür. Mənə də gəlir ki, bax, bu folklora dönmək, kökləri axtarmaq da buradan bir alim tədqiqatçı kimi buradan gəlirdi və demək, şifahi xalq ədəbiyyatı bir şifahi ənənədən və şifahi tarixdən gələn xalq belə qəbul olunur. Amma mənə gəlir ki, bu qədər də doğru fikir deyil. Bəlkə də dünyanın ən qədim yazılı tarixindən gələn xalq akademik dünyanın cəsarətli kişi səslərini, amma buna da baxmaq lazım. Amma en gözəl sözü siz dediniz. Həqiqətən o yeni Azərbaycanlı obrazı. Obrazı yaratılır.
Mənə də gəlir ki, Nizamən, Valih Həzrət bugünkü Gürcistan Azərbaycanlarını görsə sevinər. Məncə artıq onun görmək istədiyi o rol model, sosial Azərbaycan var, dil bilirlər, hüquqlarını bilirlər, Gürcistan ictimai həyatında fəal rol oynayırlar və s. Məncə, bax, elə nəticəyə biraz tez gəldi. Elə Valih Hacılının da bu prosesdə mühüm rolu oldu, əsərləri və yazılar. İkinci məsələ, deməli, Aşıq və Şifahi xalq ədəbiyyatı yaradıcılığı və etnografik axtarışlar, məsələn, etnoloji hətta axtarışlar, Qarabağ və tərəkəmələr adlı kitabında Valih Hacılar. Bax, Qarabağlar və tərəkəmələr. Çox təəssüf ki, bunun dərinliyinə biz vara bilmirik. Qarabağlar, tərəkəmə və əgər bu hadisənin, bu etnomədəni qrupun xalqımızın siyasi etnogenezisində iştirak edən tərəkəmələr, bu vahid bir şəcərə ilə Uyğurlardan, Hunlardan bəri gələn bir qanaddır. Böyükdə Qarabağlar, Uyğurlar kimi Hunların şərq qanadıdır. Hunlar da rəsmi qəbul edildiyimiz türk tarixi, amma bizim daha çox onlarla başladığımız o tarixdən gəlir. Məsələn, Hunların şərq qanadı Qarakalpa Uyğurlar oldu, ondan sonra Qaraxanlılar dövlətini qurdular. Onların Qarabağların bilgisini Qarakalpaqlar kimi bugün Özbəkistandadılar. Kalpak belə papaq deməkdir, elə bizim dərsədə bizə bənzər və həyat tərzləri var. Bilgisilə bu Qırğızstanla sərhəd olan Özbəkistandadır. Bilgisini gəldi Xirə Oğuzları dediyimiz Qarabağlar. Bax, burada tərəkəmə sözü buradan yaranır. Əbul-Qazi Bahadır xan Şəcərə-i tərəkəmə yazılarında bizə avtomatik olaraq da tərəkəmə dedilər. Bizə deyəndə mən də Qarapapaq olduğuma görə bu sözü üstümə götürürəm. Yəni, bizə həm də tərəkəmə Qarapapaq dedilər. Onu da görürsünüz, biz özümüzə Qarapapaq deyəndə ürəyimiz soyunmur, həm də tərəkəmə Qarapapaq deyirik. Çünki həm də biz Əbul-Qazi Bahadır xanın o Şəcərə-i tərəkəmədə olan həmən tərəkəmələri yaxınız, türkmənlər yəni dəmcəm şəklində ifadə edəsə. Əslində, bu da bizim tarixi yaddaşımızın bir hissəsidir. Valih Hacılar həm də bunu yazmağa çalışırdı. Ayrı bir məsələ, deməli, Albelyanilər məsələsi və dil məsələsi. Folklorun, Gürcü folklorunun dərinliyi türk folkloru, Azərbaycan folkloru. Albelyanilər və Oxtarlar Atilla'nın qardaşı Barsın evlatlarıdır. Oxtarla və demək Ərbilcə, Arbelyanlar olacaq sonra. Oxtar gəlir Zəngəzurda Oxtar salınır, Qafan, baş, Qafan, Oxtar. Azərbaycanda bir Oxtar sözü var, bir Oxçu sözü var. Oxçu ox atandır, Oxtar ox düzəldəndir. Oxtar sözü oradan. Ərbil isə gedir Gürcistandakı deməli, Maksimusdan qalan Roma kolonlarını birləşdirir və yerli tayfaları oradan yaran bunlarla bərabər Arbelyan çağırını yarayan Gürcistanın İltar dövlətçiliyi buradan yaradır. Ərbil sonra Arbelyan. Məsələn, necə bayaq Nizam müəllim getdiyi restoranlar dedi Kalakuri. Nədir Kalakuri? Qalakür. Qalakuri. Cibə nə deyirlər? Cibi. Xalqi, bacanlaxi, bunu elə hamısı bizə iyi qaldı ki, hamısı. Yəni, əslində axtarsaq, bu dərinlikdə tiflisli və s. Akalkalaki, kidən başqa bir şey görsün, olmuyor. Ona görə də Akalkalaki ilə bizim aramız 20 kilometrdə aldım, gedib gəldik, qapı fətmə gedib. Yəni, o coğrafya mənə doğum olduğuna görə və o sözlər, o ləhcə, o daç, mən həmişə Valih müəllim izləyirdim və onun irsi və bunları bugün bizə bu söhbətləri ilərləyə imkan yaradırsa demək belə. Mən çox danışmadan, hörmətli Nizam müəllim, istəyirəm bir təklifini bildirim. Yəni, bugün Valih Hacıların fikirləri yenə də aktualdır, amma hansı kontekstdə aktualdır. Bugün Azərbaycanda da, öz vətənimiz Azərbaycanda da, Gürcistanda da dini kimlik olsa yerə dəftəri məzhəb kimliyini milli kimliyin üstünə qoymağa çalışır. Mənə elə gəlir ki,
Bax, bugün elə bax, bu bizim Elmlər Akademiyasında Valeh Hacının etnomədəni baxışları və etnosiyasi baxışları, dissertasiya yazıb, ondan xülasə çıxarmaq lazımdır ki, Borçalı Azərbaycanlısı kimdir və kim olmalıdır daha çox. Və hər bir Borçalı türkünün sorusu kitabına çevrilməlidir. Ümid edirəm ki, burada çox hörmətli alimlərimiz var. Hamısının yanında doktoratlar gəlir, dissertatlar gəlir, yaxşı qabiliyyətdir və əslən Gürcüstanda olsa daha yaxşı, əslən Borçalıda olsa daha yaxşı olar ki, o linki də bilir. Bax, belə bir maraqlı bilir. Hətta bu, Adil müəllim, bax, dini komitə ilə biz nətər bir keçirdik Naxçıvanda. Bütün Gürcüstandan gələn möminlərimiz, doğrudurmu? Məzəbindən, Türkiyədən gələn bütün möminlərimiz, Ardahandan, Ərzuruma qədər, Qayseriyə, hamısı düzdür və Azərbaycandan gələn möminlərimiz. Orada möhtəşəm bir konferans keçirildi. Biz orada Gürcüstandan gələn, o bölünmüş, bölünməkdə olan ya da bölünmək istənilən, o din xanimləri, imamlar deyirik, onlardan maraqlı söhbətlərimiz oldu. Mayayın 3 gün zamanında Naxçıvanda bir konferans keçirildi. Məncə, bax, elə bütün bu sualları, cavabını tapan bu sualları da elə bax, Valeh Hacıların 70 illik yüzlüyü münasibətilə onun təqdimatını da keçirdik ilin sonuna qədər və onu da Gürcüstanda da təqdim edək hər bir Borçalı türkünün sorusu kitabı diqqətində görüşək. Çox maraqlı təşrifli Hikmət müəllimi bu elm adamlarına necə reallaşdırma olar. Bizim İlahiyyat İnstitutunun direktörü Ragil Şirin, o biraz da tələsir, başqa tədbiri var. Buyursun, Ragil müəllim, buyurun. Çox sağ olun Kamran müəllim. Mən üzr istəyirəm, çünki başqa tədbirə də gedəcəm, ona görə icazənizlə söz aldım. Çox təəssüf edirəm ki, mən Valeh müəllimə şəxsən tanış deyildim. Amma çox xoşbəxtəm ki, onun oğlunu tanımışam. Fəxri müəllim həqiqətən Nizami müəllim qeyd elədi. Atasına layiq bir övladdır və xoşdur ki, Valeh müəllim özündən sonra həm də bir alim oğul olur. Fəxri müəllim tədqiqatları da həqiqətən də fundamental tədqiqatlardır. Valeh müəllim haqqında danışmaq mənə düşməz, amma az da olsa Valeh müəllimin yaradıcılığına xəbərdaram. Biraz əvvəl bizim hörmətli millət vəkilimiz Hikmət müəllim qeyd elədi. Valeh müəllim Azərbaycanlılar üçün, Borçalı Azərbaycanlılar üçün, bütövlükdə Gürcüstan türkləri üçün mən deyərdim, bir rol modeli insan təqdim edib və onun yaradıcılığında da biz bunu görürük. Valeh müəllim bir tərəfdən Gürcüstan Azərbaycanlılarına tarixi yaddaşlarını xatırladı, tarixi qəhrəmanlarını xatırladı. Məsələn, Mehralı bəy ilə əlaqəli onun yazdığı əsər fundamental bir əsərdir. Bunu qeyd edim ki, Mehralı bəy çox təəssüf ki, Azərbaycanda çox tanınır. Hətta mən deyərdim, Gürcüstan Azərbaycanlılar arasında da o qədər tanınır. Nəinki Türkiyə. Sivasdan tutmuş Amasya'ya qədər, Amasya'dan Qarsa qədər oradakı bütün o qarapapaqlar arasında Mehralı bəy böyük bir qəhrəman kimi, övlad kimi tanınır və Osmanlı dövründə də çox önəmli rollar oldu. Hamidi alaylarının olunmasında, daha Yəmənə qədər gedib çıxmış böyük bir komandan oldu. Və Mehralı bəy haqqında ən fundamental əsəri məhz Valeh müəllim yazmışdır. Bundan əlavə, Valeh müəllimin tədqiqatlarında təkcə Azərbaycanlılar, Gürcüstanda yaşayan Azərbaycanlıların həyatı, onların ədəbiyyatı, onların dilçilik fəaliyyətləri olunan, eyni zamanda o bütövlükdə Gürcüstanda türkülüyü araşdırır. Məsələn, Səhərən öncə Rüstəm müəllimin qolları yazırdı. Gürcüstanda bildiyiniz kimi Gürcülər olubdu, amma Azərbaycanca yazırlar, Gürcə yazırlar. Eyni zamanda orada Aysorlar olubdu, Aşıq olubdu bunlar. Bunlar Azərbaycan türkçəsində yazırlar və ya Asqa türkçəsində yazırlar. Həmçinin orada Yunanlar olub, bunlar da eyni şəkildə Türkiyə türkçəsində və Azərbaycan türkçəsində yazırlar, yaradıblar və onların ədəbiyyatını da məhz Valeh müəllim araşdırdı. Onları da bizə təqdim edildi, fundamental əsərlərində. Şəxsən mən xəstə əsərini, Axal-Kərəkli xəstə əsərinin haqqında məlumatı ilk dəfə Valeh müəllimlə təfərrüatlı şəkildə oxumuşdum, onun əsərləri oxumuşdum. Və bu da onu göstərir ki, Valeh müəllim Gürcüstanda, Tiflisdə, Gürcüstan elmi mühitində kiçik bir Azərbaycan qurmağı bacarmışdır. Əslində, o kiçik bir Azərbaycan o elmi mühitindəydi, amma onun o kiçik Azərbaycanı eyni zamanda böyük Azərbaycanın təbliği idi. Eyni zamanda böyük Türk dünyasının təbliği idi. Və belə mən başa düşürəm ki, Valeh müəllimin nümunəsini biz bugün çox daha aktual şəkildə, aktiv şəkildə daha doğrusu təbliğ etməliyik. Biraz əvvəl hörmətli millət vəkilimiz qeyd elədi. Düzdür, bu çox geniş kütlələrə yayılan bir hadisə deyil.
Amma çox təəssüf ki, bugün Borçalının özündə də məzhəbi kimliyin, milli kimliyin üstündə görən qüvvələr var. Əlbəttə ki, bunlar kənardan maliyyələşən qüvvələrdir, kənardan arxalar başqa yerlərdən gəlmədi. Ancaq bizə Valeh müəllim kimi nümunələri təqdim etmək qalır ki, əsl Borçalı Türk kimliyi və bunlar təmsil edirlər. Belə insanlar təmsil edir, Meyralı bəylər təmsil edir, Valeh müəllimlər təmsil edir, bizim hörmətli Borçalı ziyalılarımız təmsil edir. Və burada da biz İlahiyyat İnstitutuna üzərimizə düşən vəzifəni yerinə etməyə hazırlıqla belə başa düşürəm ki, bundan sonra da biz bu məsələ ilə əlaqəli tədbirlərimiz olacaq və hörmətli nəzərimizdə qeyd elədik ki, biz bu nümunələri insanlara təqdim edəcəyik. Mən hər biriniz öz təşəkkür edirəm, Allah Valeh müəllimə rəhmət eləsin və xoşdur ki, Valeh müəllimin yolunu bugün onun övladı Fəxri müəllim davam edir. Belə bir övlad qoyub getdiyinə görə də ona bir daha rəhmət edirəm. Sağ olun. Sağ olun. Profesör Nəsib Nəsibli. Kamal müəllim, təşəkkür edirəm, sağ olun. Əziz dostlar, burada yaşayanlar, Valeh hacıları tanıyan, onun saygısı olan insanlardır. Mən də şəxsən onunla bir neçə dəfə görüşdüm. Kəşke o bir neçə dəfə sözünü çox görüşdüm deyə əvəz edirlərdim, amma olmadı. Hər dəfə Bakıya gələndə, o vaxt mən Xəzər Universitetində işləyirdim, gəlirdi ora və bu şəxsiyyəti o söhbətlər zamanı həqiqətən mən çox sevdim. Həqiqətən çox simpatik bir adam. Öz təmkinindən, səmimiyyətindən və içində bir Borçalı yanlısı var idi. Amma onu mənim kimi həyəcanla ifadə eləmirdi. Çox sakit, belə həlim təbiətli bir adam idi. Fikirləri amma o həlimliyə baxmayaraq fikirləri çox qəti idi, sərrast idi və Allah rəhmət eləsin, mən onu çox sevirəm. Bir alim idi. Özündən deməyən, yenə də sakit təbiətindən, o məntiqinlə söhbətə davam edən bir şəxs idi, folklorçuydu. Folklor da çox önəmli bir saydı. Millətin varlığını müəyyən edən səbəblərdən birisi. Folklor həmişə Sovet dövründə biraz ikinci, üçüncü deməli, o dərəcəli iş kimi baxılıb və müstəqillik dövründə yarandı da folklor institutu. Və bugün də hesab edirəm ki, bu sayədə hələ çox görüləsi işlərimiz var. Tək burada deyil, Güney Azərbaycanda, Türk dünyasında, o cümlədən Azərbaycan Respublikası sərhədləri xaricində olan bizim yurtlarımızda, evlərimizdə. Və folklorçu kimi mənim o çox diqqətimi çəkirdi. Üçüncü bir xüsusiyyəti rəhmətli Valeh hacıların odur ki, o baxın, pedagog idi, dərs deyildi. Və indi mən bura bir qeyd yazdım, onu demək istəyirəm. Sağ olsuydu, bugün haray çəkir. Deyərdi ki, ay cəmaat, bax, oturub danışırsınız, məni yad edirsiniz, sağ olun. Amma Borçalıda təhsil məsələsi bərbaddır, çox pisdir. Biz orada Azərbaycan təhsil sistemi ölür, son nəfəsini çəkir. 5-ci türkçülük çalışmalarında bizim bir məruzəçimiz çıxış elədi, valla tüklərimiz biz oldu. Yəni, araşdırmanın nəticələrini təqdim elədi doktor Aygül İsayevə. Son xəbəri də deyim, qərar verirlər. Deyirlər ki, bir nəfər belə Gürcü yaşamayan kənddə belə deməli, məktəbin Gürcü bölməsi yaransın. Direktoru da Gürcü. Adətən elə olur. Adətən elə olur. Yəni, burada məzhəb kimliyinin, milli kimliyin üstə qoyulması və bu da çox təhlükəli bir şeydir. Bu, İrancı tiplər də bunu heç olmasa qafalarına soxsunlar. Həqiqətən çox təhlükəli bir orada durum yarar, bu məzhəb, din filan məsələ. Amma bundan daha önəmlisi təhsil sisteminin
Yəni milli təhsil sisteminin orada son nəfəsini yaşatmasıdır. Məncə bir daha təkrar olaraq deyirəm, Valeh müəllim sağ olsaydı haray çəkərdi, deyərdi ki, nə olar buna fikir verir. Bir də həqiqətdirmi, orada Azərbaycan bölməsinə rəhbərlik edirdi, o bağlamadı. Yoxdur. Yəni, baxın, biz orada etnik varlığımızdan danışırıq. Əlbəttə danışmalıyıq. Amma